Salam hörmətli izləyicilər. Evə baxın bir dənə. Qardaş, hardayam mən? Norveçdəyəm. Ev deyim sizə, gəlirəm. Norveçdəyəm. Norveçə çağırıblar məni ev çəkməyə. Zəng elədilər, biletimi də aldım, gəldim Norveçə. Tələsməyin. Bu bir zarafat idi. Amma doğrudan da Zamok stilindədir. Elə bil ki, Skandinaviya ölkələr. Pişiyə bax. Bunun parodası bilmirəm. Pişik hədiyyə zad verilmir ha. Birdən elə bilərsiniz ki, pişik hədiyyə veriləcək evin üstündə. Ev möhtəşəm evdir. Zamok stilində. Belə evlər yəni Azərbaycanda çox nadir halda olur, satışa çıxır. Bax bu hissə var ha, bax sol tərəfdəki hissə. Bu yəni Zamok stilində olduğuna görə Srednyevikovye. O hissiyatı göstərir də. 12 sotun içində təbii ki Azərbaycan Norveçində, yəni Mərdəkanda, Mərdəkan qəsəbəsində buradan şəhərə 30 kilometrdir. Möhtəşəm belə bir evimiz çıxıb satdıq. Evin yerləşmə yerindəki əladır. Nəlbəki restoranının tam yaxın bir məsafə. Yola da o əsas mərkəzi yol yoxdur. Orada buradan qardaş 100 metr ola ya olmaz. Həyətində ev sahibinin deyirsə bağı bağçası. Bax qardaş, bağı bağçası da var. Həyətində bax alça, heyva, armud, nə bilim nar. Bunlar da şərtdir də. Əncili də var. Alçaya baxırsan. Hə. Deyirsiniz bağlar hamısı mərmərdir. Bu mərmər deyil. Buna bax, gülə bax. Qızıl gülə baxsan. O tərəfdə bu tərəf cənnətdir. Tam hazır evdir. Bax baseyni görürsünüz. Belə qeyri-adi baseyndir, ziqzaqabrazdır. Baseynə bax qırağı bax belə dəmirlərlə hörülüb ki, uşaq zat və sair və ilaxır keçməsin də, yəni təhlükəsizdir. Bura söhbətgahdır, qış söhbətgahı. Yəni qışda evi bağla, gəl otur burada. Hər bir şəraiti var. Gör nə qəşəng güllərlə bəzədiblər. Bir dənə buranı görsədək. Kim alsa Allah xeyir versin. Qiymətini aşağı hissədən qeyd edəcəm. Bəyan işarəsini biraz çox vuran, zəhmət olmasa. Gəl bura. O televizor hər bir şəraiti var, manqalda oradadır. Ona baxmayaraq, evin qabağında bir dənə ev sahibi manqal qoyub, qaldıra bilmədim. Evimiz hardasa bir 450 kvadrat metrdən ibarətdir. Dincəlmək üçün burada da əncili bax buradadır. Qəşəng əncildən yeyirsən, oturub dincəlmək üçün yeri. Evindəki vidi qardaş, viddir da, yəni sözün deyib. Balkonları ilə, burada bağlıdır. Bayaq dayandığım yer bağlanır, pultla açılıb örtülür. Bu var ha, yaxınlaşdıq. Bunu dedim qoyacaqsan, dedi yox qoymayacağım. Bu qardaş hardasa bir 30 kilo çəkisi var deyir. Şeylə gətiriblər bunu. Çox ağırdır. Həyətinə baxdıq. Bura qarajıdır. İndi kladovka kimi istifadə edirlər. Orada yəni göstərməyəcəm sizə. Və bir dənə stop pauza eləyək, arxasına keçək. Deməli, bura qazanxanadır. Sanuzeldir. Çəkmə ehtiyac yoxdur, göstərmə. Qazanxanası buradadır, bax. 2 dənə kombisi var. 1, 2. 1, 2. Burada ev sahibi özü addelini. Bura yataq otağına keçir. Buradakı nə bilim sklat kimi, nə istifadə edə bilərsiniz. Bax buranın da ev sahibi belə bağlayıb, sklat kimi, nə kladovka kimi, nə istəyirsən eləyə bilərsən. Buradan da bax evin belə deyək, sağ tərəfinə çıxışı var. Həmən o kümbəz var ha, Zamok, oraya getmiyor, baseyn tərəfi, getdik. Sən çək baseynini, mən də bir dənə bura uzanım, bir dincəlim, sonra gəl girə evin içini görsədək. Evdəki qardaş, evdir ya. Evin sənədləri tam qaydasındadır, yəni torpağın da evində sənədi mövcuddur, hamısı qaydasındadır. Bəsdir baseyn çəkdin, gəl bura. Hörmətli izləyicilər, bəyən işarəsini vurmağı unutmayın, kanala abunə olun. Yeni videolar çıxanda yəni görəsiniz. Neyniyək, gedək evə? Getdik, biraz dincəldik, getdik. Allah Məhəmməd yaylı. Gəl, xeyirli olsun qardaş. Ayağımı, sağ ayağımı qoyuram, bax belə.
İkinci mərtəbəyə qalxan pilləkən düz mərkəzdədir, sentrdadır. Qadınların ən sevimli otağına baxaq birinci, mətbəximizə. Gəl. Bax, belə bir gözəl mətbəxi var. Deyirəm də sizə, bəzi əşyalar qalacaq, bəziləri götürüləcək. Ev sahibinə danışmaq. Burada bayaq çəkiliş apardığım yerdir, qardaş. Buranı bağlayıblar cam balkonla. Burada istirahət zonasıdır. Yəni televizorla tutmuş var idi. Evdə istipoldur. Qiymətini bir də xatırlayım. Aşağıda yazılacaq. Qonaq otağımıza baxaq. Bura bir böyük, geniş. Altı üstü 450 kvadratdır. Yəni yaşayış yeri sırf Kupçada yazılıb 300 kvadrat metr. Həm də 12 sot. Tam qaydasındadır. Sənədlər hamısına baxdıq bircə-bircə. Xərc tələb olunmur. Yəni baxırsınız da indi videoda da göz qabağında. Bir dənə sökük, uçuq belə şeylər yoxdur. Neçə il nevidir? Bir 7-8 il nevidir. Kompüter qoyublar ora. Deməli, bir qonaq otağımız aşağıda, bir dənə yataq otağımız da aşağıda var. Belə böyük dolab burada. 3 dənə yuxarıda da 3 dənə də 4 dənə sanuzeli var. Ha belə bir böyük dolabdır. Bu dolab təbii ki qalacaq evin içində. Sanuzel. Geniş belə sanuzel. Güzgü də bax qoyublar bu qəşəng. Və birinci mərtəbədəki birinci yataq otağı. Buradan da çölə qapı var evin arxasına. Çəkib sizə göstərdim ha. Bax ora. Tavan hündürlüyü hardasa 3.70. 3.70 otaqlarda təbii ki burada çoxdur. Qalxaq ikinci mərtəbəyə. İkinci mərtəbədə 4 dənə yataq otağı, 3 sanuzel və balkonu. Ağsaqqal olduq belədir da. Yavaş-yavaş çıxırsan. Cavanlar qaça-qaça çıxır. 1, 2, 3, 4 hansına baxaq? Baxaq böyük otağa, yataq otağına. Ən böyük yataq otağı budur. Bu otağın da hamam tualeti var. Buradan da bax, basen hissəyə belə bir qəşəng, bax, yəni bu video çək. Bəyənilsin. İkinci mərtəbədə tavanın hündürlüyü 4 metrdir. Bax, 4 metrdir tavanın hündürlüyü. Bu ikinci yataq otağımız. Burada belə bir, buna bax, bu divardan o divara dolab. Nə istəsən yığ bura. Demək, ikisinə baxdıq, bu üçüncü yataq otağımız. Yəni, keyfiyyətli tikilib, bu qapılar da yaxşılarsındandır. Gördünüz, pul tələb olunmur, indiyənə kimi baxırsınız, hamısı qaydasındadır. Deməli, bir sanuzel orada, bir sanuzel umumi, bir dənə də bax, bu yataq otağında sanuzel var. Burada da sanuzel var. Həmən qaydada da heç çəkməyə ehtiyac yoxdur. Və bax, burada bağlanılıbdır. Videonun başladığım yerdən. Burada bağlanılıb. Burada şəkil çəkmək üçün. Ərazi superdir ya. Ərazi əla. Ev də əla. Hörmətli izləyicilər, zənginizi gözləyirəm. Bəyənin işarəsini basmayı unutmayın. Sağ olun.